Qardaş, dünənki oyun nə idi? Valla mən hələ də özümə gələ bilmirəm. Napoli yağışı elə bir sifariş vermişdi. O qədər yağış yağdı ki, elə bir dünən İtaliyada yox, başqa bir dənə Amazonda gedirdi oyun. Amma bizi kimi xilas elədi? Kimdir o adam? Kimdir o divar? Kochalski. A qardaş, ona qapı saxlamaqdır. Elə oynayır, elə bir Napolinin buna kirayə borcu var. Bu kişiyə Bakıda ömürlük pulsuz kebab verilməlidir. Napoli hücum edir. Kochalski tək başına elə bir gecə simeyində işləyir. Top gəlir, tutur, şot gəlir, qaytarır. Penalti gəlir, deyir dayan biri, hara gedirsən deyib çıxardır. Elə bir top gələn yerə əvvəzədən biri. Top gələndə ondan icazə alırdı ki, qardaş keçə bilərəm. Kochalski deyir, yox, keçə bilməzsən. Napolilər şok vəziyyətində. Biri deyir mamma mia, o biri deyir bu nə qapçıdadır, hardan gəldi? Bu nə zarafatdır bu? Əgər Kochalski dünənlər normal oynasaydı, yəni də elə dəli kimi yox, qardaş, hesab 10-0 rahat olacaqdı o qədər zərbələrdən sonra. Qısası dünənləri Qarabağın oyunçusu Kochalskidir. Qoy adı tarixə yazılsın. Kochalski əfsanədir. Qarabağa gəlmiş ən böyük, ən əfsanə qapçılardan biridir.